Səncə öz bədənin haqqında hər şeyi bilirsən? Əslində isə bədənində elə şeylər baş verir ki, çoxu bundan xəbərsizdir. İndi səni həqiqətən təəccübləndirəcəm. Fakt 1. Sənin beynin inanılmaz gücə malikdir. Alimlər deyir ki, o, ən güclü kompüterlərdən daha çox məlumat saxlaya bilər. Və ən maraqlısı, biz onun imkanlarının hələ tam istifadə etmirik. Fakt 2. İnsan sümükləri düşündüyündən qat-qat möhkəmdir. Sıxlığa görə onlar poladdan belə güclü hesab olunur. Amma buna baxmayaraq, düzgün qidalanma olmasa, çox asan zəifləyə bilər. Fakt 3. Ürəyin heç vaxt dayanmadan işləyir. O, bir gün ərzində təxminən 7000 litr qanı bütün bədənə pompalayır. Bu isə sənin həyatını davam etdirmək üçün daim çalışan bir motor kimidir. Fakt 4. Dərin sadəcə bədəni örtən bir qat deyil. O, bədənin ən böyük orqanıdır və səni xarici təsirlərdən qoruyur. Hətta temperaturu tənzimləməkdə də böyük rol oynayır. Fakt 5. Sənin bədənin əslində təkcə sənə məxsus deyil. Onun daxilində milyonlarla bakteriya yaşayır və onların sayı bəzən hüceyrələrdən belə çox olur. Amma narahat olma, onların çoxu sənin üçün faydalıdır. Fakt 6. Maraqlı bir detal. Sən səhər daha uzunsan. Gün ərzində hərəkət etdikcə onurğa diskləri sıxılır və boyun biraz azalır. Ona görə də axşam saatlarında bir neçə millimetr qısalırsan. Gördüyün kimi, bədənin düşündüyündən daha mürəkkəb və maraqlıdır və bu faktlar onun yalnız kiçik bir hissəsidir. Daha çox belə maraqlı məlumatlar üçün izləməyi unutma.